12 ildən sonra dünyaya gələn nəvəm Əli Məhəmmədə həsr etmişəm bu şeirimi. Şükür edirəm hər günümə, ey ulu Tanrım. Gözü yaşlı günümdə sən olmusan pənahım. Gecə gündüz söylədim, bala nədir günahın? Aylar ili əvəzidir, körpəsizdir qucağın. Qədir gecələrində sübhədək oyaq qaldın. Çoxluca namaz qılıb özünü xoşbaxt sandın. İnamınla hər zaman mərd-mərdanə dayandın. Körpə uşağım olsun, hər an xəyala daldın. Hər açılan əllərin duası qəbul oldu. Nədir niyazlı nəvəm Əli Məhəmməd oldu. Tanrım bildirdi sənə, evladı verən mənəm. Ümidini üzməsən, bəndəmi sevən mənəm. Mənə salam verənin müjdəsi böyük olur. Səbir edib düzənin evladdan payı olur. İki adına nənən qurban, sevincimsən sən. Müqəddəs bu adları uca tutub qoru sən. Ata, anan da fərəhlənib hər an sevinsin. 12 ilim hədər getməyib, bax onlar desin. Neçə illərlə, ay nəvəm, xoşbəxt yaşa. Bu mübarək qədəmin heç vaxt dəyməsin daşa. Şəhla Günay sevincdən hər gün yaşardı gözün. Allahın hədiyyəsini qəbul etdin sən özün. Nə ola deyirsən ki, görüm nəvəmin üzün. Şad xuraman günlərlə artıq bitirdin sözün. Şad xuraman günlərlə artıq bitirdin sözün.